istedadların cəlb olunması üzrə şöbə rəhbəri. Xoş gəlmisiniz. Vaxt itirmədən suallarımıza keçid edək. Abbas bəy, ilk olaraq sizinlə başlamaq istəyirəm. Siz sahənin daha çox praktik tərəfindəsiniz və mühəndis kimi fəaliyyət göstərirsiniz. Texniki baxımından yanaşsaq, bugün tələbələrin auditoriyada öyrəndiyi nəzəri biliklərin, real müdafiə əməliyyatları və ya nüfuzetmə təhsilləri arasında hansı boşluqlar var? Tələbələr nəyi universitetlərdə öyrənmirlər ki, onun və gözləri istədiyi şəkildə təşkil etməkdir? Salam, hər vaxtınız xeyir olsun. İlk öncə hər kəs salamlayıram dostlar və karyerada və təhsildə sizə uğurlar arzu edirəm. Bizim hal-hazırda bugünkü məsələlərimiz bundan ibarətdir ki, dünya hər dəfə getdikcə dəyişir və daha dərinə inkişaf etməyə çalışır və bunu nəzərə alsaq, universitet təhsilindən kifayətləmək bizə yetmir. Çünki universitet sizlərə akademik təhsili verir və praktiki təhsili verə bilmir. Təəssüflər olsun ki, universitet dediyimiz bir şey bizi akademik olaraq həyata hazırlayır. Bəs necə ola bilər ki, siz praktikada daha çox qalma gedəsiniz? Bir çox ölkələrdə artıq məktəb yaşlarından bəri tələbələrə CTF oynamaları öyrədilər ki, CTF də Capture the Flag deməkdir, bir çoxunuz bu terminlə tanışsınız. Və həmin şagirdlər böyüyüb universitet yaşına çatanda artıq özlərinin aslında bir layihəsi olur. Bu Security Operation Center'da ola bilər, bu hər hansısa bir Adversary Attack Simulation'da ola bilər ki, bunu universitet təhsili ilə siz qarşılaya bilməsiniz və deyə bilərik ki, təkcə universitet təhsili ilə yekunlaşa bilməsiniz ki, bu bizə praktiki olaraq tam hər şeyi öyrədəcək. Və unutmayın ki, dostlar, okean haqqında kitab oxumaqla üzməyi öyrənmək olmazsınız. Gərək praktiki bilgilərə də üstünlük verəsiniz ki, təkcə nəzəriyyə ilə yekunlaşmıyorsunuz. Teşekkürler. Çox sağ olun. Teknik xanım, burada ən maraqlı tərəflərdən biri də sizsiniz. Çünki texniki biliklər yüksək olsa da namizəd mütləq HR mərhələsindən keçməlidir. IT və kiber təhlükəsizlik sahəsində işə qəbul zamanı namizədlərdə gördüyünüz ən böyük səhvlər nələrdir? Böyük mütəxəssisin texniki hazırlığı güclü olsa belə, ona işə qəbul etməmənizə səbəb ola biləcək qırmızı bayraqlar sizcə hansı var? Buyurun. Öncelikle herkese selamlayıram. Çok hoş oldu ki bugün sizlerle birlikteyim burada. Benim için de kiber təhlükəsizlik və IT sahəsi çox maraqlı sahələrdən biridir. Mən bəzən bu red flag sözünü ifadəsini çox ifadə etməyi, işlətməyi çox sevmirəm. Düşünürəm ki, HR-ların rolu hər hansısa bir sahədən, istənilən sahədən kimisə dəyərləndirmək deyil, kimisə şəxsi keyfiyyətlərini, bacarıqlarını, insanları şəxsən özlərinə görə dəyərləndirmək deyil. Burada əsas məqsəd şirkətlə namizəd arasında uyğunluq rolunu oynamaqdır. Yəni belə deyək, şirkət özünə uyğun namizədi tapmaq üçün bir növ HR-ı körpü kimi istifadə edir və burada da əsas bizim qiymətləndirmə meyarlarımız red flag əvəzində qiymətləndirmə meyarları sözünü istifadə edirik. Yəni ola bilər ki, hər hansısa bir deyərdim ki, mütəxəssisin çox yüksək keyfiyyətləri var, çox yüksək bacarıqları var. Həm texniki tərəfdən, həm şəxsi keyfiyyətləri yüksəkdir. Lakin onu şirkət tapmaya bilər. Yəni şirkətin bu elanları, bu vakansiyaları cəmiyyətə çıxartmağı üçün insanlar arasında tələbələr, gənclər, mütəxəssislər və istənilən platformalarda bu elanların yayılması, iş axtaran gənclərlə şirkət arasında bir köprünün qurulması üçün HR bu vəzifələri öz üzərinə götürür və bizim ən əsas fikir verdiyimiz HR-ların, işə qəbul mütəxəssislərinin, bütün şirkətlərin özündə görmək istədiyi kadrlar, komanda işində yaxşı olan kadrlardır, ünsiyyət bacarığı yaxşı olan kadrlardır. Bununla yanaşı da işini idarə etməyi peşəkar şəkildə bacaran kadrlardır. Çok sağ olun, teşekkür ederim. Abbas bəy, texnologiya hər gün yenilənir. Siz bir mühəndis kimi özünüzü peşəkar formada saxlamaq üçün hansı resurslardan istifadə edirsiniz? Tələbələrə bahalı kurslar əvəzinə özlərini inkişaf etdirə biləcəkləri hansı praktiki platformaları məsləhət görərsiniz? Buyurun. Deməli, yoldaşlar, yəni gördüyümüz qədərinə süni zəka artıq insanların bir çoxunun işini 2022-ci ildən bəri ya irəli aparmağa çalışır, ya geri aparmağa çalışır.
Bu bizim sahəyə necə təsir edə bilər? Bu ən çox verilən suallardan biridir ki, bəs mən necə öyrənirəm? Dostlar, hər şey yəni pul üzərində qurulmayıb və hər alacağınız təhsil və yaxud da alacağınız praktikanın maddi qarşılığı yoxdur. Başa düşürəm, sertifikatlar var, OSCP 1600 dollarda, SCP 600 dollarda, yəni hər şey başa düşürəm. Amma bu sizin qarşınızda bir sərhəd deyil ki, məsələn, müəyyən qədər mən buna imkanım çatmışsa, yəni bunu öyrənə bilmərəm. Demək olar ki, YouTube'da hər gün yeni şeylər paylaşılır və yaxud da publik dildən ensiklopediyalar var ki, hər dəfə orada detaylar yazılmazsa da, müəyyən qədər sizə izahlar yazılır ki, yeni bir boşluq çıxır, yeni bir atak vektoru çıxır və s. və ilaxır. Yəni, hər bir şeyi kursa gedərək öyrənmək məcburiyyətiniz deyə bir şey yoxdur. Evdə oturaraq da öyrənmək mümkündür. Yəni, bugün həyatınızda eləyəcək ən böyük yatırım özünüzə olan yatırımdır. Bir düzgün şəkildə yüksək performanslı kompüter almalısınız. İkincisi də gündə ən azı 2 saat eyni işi görməlisiniz. Məsələn, mövzu budur ki, deyək ki, aktiv direktor günümüzün ən böyük problemlərindən biridir və inkişaf edədikcə aktiv direktora artıq buludur rejimini ki, Azərbaycan da bu rejimi necə deyərlər, follow edir. Tamam mı? Hal-hazırda Azim Cloud var və bir neçə cloud var ki, yerli hökumət cloudu var, hökumət buludur. Sizin ümumiyyətlə bunu öyrənmək üçün hər hansı bir pul xərcləmək kimi ehtiyacınız yoxdur. Evdə əyləşərək oturursunuz bizi. Bir aktiv direktor qaldırırsınız, daha sonra bulut servis qaldırırsınız, bulut servisin içərisində işləməyə öyrənirsiniz ki, gələcəkdə qarşınıza eyni problem çıxsa belə, siz burada biganə yanaşmıyorsunuz. Və o demək deyil ki, gedəcəyiniz hər bir kurs sizə kiber təhlükəsizlik barədə hər bir şey öyrədəcək. Təşəkkür ederim. Çox sağ olun. Keşkil xanım, bu əsərlərdən danışdıq. Bəs gənclər öz karyeralarının başlanğıcında üstünlük qazanmaq üçün nə etməlidirlər? İş təcrübəsi olmayan yeni məzunun CV-sini cəlbedici edən əsas məqamlar sizcə hansılardır? Bu sualla mən çox tez-tez qarşılaşıram. İş təcrübəsi olmamaq o demək deyil ki, siz heç vaxt iş tapmayacaqsınız. Hər kəs müəyyən bir yerdən başlayır. Təklif edərdim ki, bütün tələbələr universitet ilindəki 4 illik dövrü çox yaxşı qiymətləndirsinlər. Kurslar, təcrübə proqramları, demək olar ki, bütün şirkətlər, böyük şirkətlər, orta və kiçik şirkətlər belə bugün təcrübə proqramları elan edirlər. Mütləq həmin təcrübə proqramlarında da ödənişli sistemli olmadan iştirak etmək lazımdır. Çünki istənilən halda heç bir şirkət sırf təcrübəsizdir deyə kimisi kənara atmaq istəmir. Sadəcə müəyyən bir bacarıqlara sahib olmaq üçün siz zaman sərf etməlisiniz və bu zaman dilimində ən yaxşı vaxt tələbəlik dövrüdür. Tələbəlik dövrü birinci kursdan başlayaraq 4-cü kursa qədər artıq 4 illik siz bir vaxtınız var. Burada biliklərin artırılması, kompüter bacarıqlarının artırılması, həm IT, həm kiber təhlükəsizlik sahəsi burada bugün müzakirə olunmağına baxmayaraq mən bütün sahələrdə bunu nəzərə alıram ki, bu 4 ili yaxşı istifadə etsəniz, yaxşı dəyərləndirsəniz, sizin artıq iş axtarmağınıza ehtiyac qalmayacaq. Bizim deyərdim ki, şirkətlərdə bugün çoxlu kadr tələbatı var. Məndən sadəcə gənc kadrlar istəyirlər. Bir balaca işi bilsə kifayətdir. Belə bir sifarişlə gəlir, şirkət rəhbərləri, hər hansısa sahibkarlar işə öyrədəcək. Yəni bunu belə təklif edirlər. Sadəcə maraqlı olsun, insanın öyrənməyə həvəsi olsun, motivasiyası olsun, tez yolu olmasın, budur sadəcə olan. Bunun sonrası isə artıq öz-özlüyündən formalaşır və gənclər üçün qapılar açılabilir. Çox sağ olun. Sevinç xanım, siz akademik mühitdə həm də biznes sektorunda fəaliyyət göstərirsiniz. Çox vaxt tələbələr birbaşa texniki tərəfə, yəni hacking işlərinə can atırlar. Amma idarəetmə standartları, sənədləşmə və uyğunluq kimi məsələlər arxa planda qalır. Bir auditor və müəllim kimi gənclərə karyeralarında standartlara və idarəetmə prinsiplərinə də olmaq necə izlə edərsiniz? Yalnız texniki biliklərə sahib olmaq, peşəkar idarəçi olmaq üçün sizə kifayətdirmi? Buyurun. Əvvəlcə bütün gəncləri salamlayıram, eyni zamanda təşkilatlara, dəvətlər üçün təşəkkür edirəm. Və bildirmək istəyirəm ki, həm akademik təcrübəmlə, həm də uzun periyodda olan, gənc olmağa baxmayaraq, uzun bir periyodda olan iş təcrübəmə əsasən deyə bilərəm ki, hal-hazırda gənclərin texniki biliklərindən çox onların həmçinin soft skillslərinə də fikir verirlər. Çünki siz texniki olaraq yüksək səviyyəyə çata bilərsiniz, amma bir komandada ən sevilməyən iş
işçi simasındasınızsa, siz öyle deyək ki, karyeranızda çox yüksək yerə girib çıxa bilmirsiniz. Ona görə ünsiyyət bacarıqlarından tutmuş, həlgörülülük və digər məsələlərdə, hətta yeri gələndə müştərilərlə əlaqələrdə belə problemlər yaşanmasın deyə bunlara belə siz xüsusi bir diqqət ayırmalısınız. Çünki bunlar da önəmlidir. Texniki biliklər müəyyən bir zaman içərisində yavaş-yavaş formalaşa bilir. Amma siz soft skillslərinizi əgər inkişaf etdirməsəniz, həmin o texniki bacarıqlarınız belə deyək də yumuşaq bacarıqlarınızın yanında kölgədə qalmış olur. Ona görə mən hər birinizə ilk öncə onu tövsiyə edirəm ki, əgər akademik deyil də fərq yoxdur, akademik və ya da texniki sahədə fəaliyyət göstərəcəksinizsə və ya da başqa bir fərq yoxdur, hansısa bir sahədə fəaliyyət göstərəcəksinizsə, yumuşaq bacarıqlarınızın üzərində dayanıqlı şəkildə özünüzü bu istiqamətdə inkişaf etdirin ki, onunla paralel texniki bacarıqlarınızı da artırasınız. Beynəlxalq sertifikatlardır, ondan sonra digər nüanslardır. Təbii ki, bunlar biz həmişə dedik ki, ikinci planda gələn məsələdir. Çünki sizin ümumi olaraq deyək, Kəfir xanım buradadır, onlar da bilirlər ki, müsahibələr həyata keçirilir, tutaq ki, sizlərlə görüşlər keçirilir. O görüşlər əsnasında adətən texniki biliklərinizə görə sizə CV-nizə baxırlar ki, hə, bu bacarıqlara sahibdir, gəlin onu dəvət edək, görüşək. Amma sizin, misal üçün, müsahibə zamanı əsnasında sizə elə bir psixoloji suallar verirlər ki, o psixoloji suallar köməkliyi ilə artıq demək olur ki, sizin psixoloji vəziyyətiniz hansı formadadır, necədir? Buna bir nümunə gətirim sizə. Bizim, deməli, mən həmçinin özümə danışma olmaq vermədim, açığı. Üzrü sayın. Deməli, mən Sabiretik şirkətində IT layihə rəhbəri kimi çalışıram. Paralelində də Sekop şirkətində direktor müaviniyəm. Və artıq uzun müddətdir ki, informasiya təhlükəsizliyi sayəsində də təcrübəm və fəaliyyətlərim var. Əlavə olaraq da, akademik olaraq da universitetlərdə tədrisə də cəlb olunuram. Master klasslar, seminarlar və sair kimi tədbirlərdə də yer alıram. Və bizim əvvəl belə deyək də, Səmir Sabiretiksin nəzdində bir də akademiyalar var. O akademiyada biz çoxlu tələbələr qəbul edirdik. Bundan öncəki il, 2025-ci ilə qədər mən orada akademiya direktoru kimi fəaliyyət göstərirdim həmçinin. Deməli, bizim tələbələr olurdu. Onların arasından biz onların texniki bacarıqlarına və s. hər birinə ümumiyyətlə fikir veririk. Bir tələbə var idi, çox təcili bir zəng gəldi ki, bizə mütləq şəkildə bu dəqiqə işçi lazımdır, kimsə yönəldə bilərsinizmi? Biz baxdıq, texniki göstəriciləri həmişə hansı daha yüksəkdirsə, həmin tələbəni ön plana atırdıq və həmin gənci göndərdik. Bir həftə sonra həmin rəhbərlik mənə əlaqə saxladı ki, çox sağ olun Sevinç xanım, texniki bilikləri çox superdir, bütün işlərimizin hamısını həll edib. Çox danışqan deyil, amma bütün işləri başa salmışağı edir, işləri görür. Neyse, üstündən 1-2 həftədə keçdi, 2 həftə sonra zəng gəldi ki, Sevinç xanım, bu oğlan danışmağa başlayıb. Amma danışmağa başlayandan sonra ciddi problemlər yaranır. Komandada hamı ilə dalaşır. Hamı ilə problem yaşayır və ondan sonra bir ay çəkməli, bir ay sonra həmin adamla danışdılar, onu işdən kənarlaşdırdılar, o yenidən bizə müraciət edə bilməsə, artıq mən onu ikinci dəfə harasa belə dedi, tövsiyə edə bilmədim, yönləndirə də bilmədim. Çünki orada onun yumuşaq bacarıqları onu ikinci plana atdı. Texniki biliklərinin nə dərəcədə yüksək səviyyədə olması, nə qədər beynəlxalq sertifikatlarının olması belə orada önəm daşımadı. Çünki hamı görüşdüsə bir şuar altında paylaşım edirlər. Komanda yoldaşı axtarılır. Yəni, heç kim əsəblərini olmayacaq, onunla belə deyək də, hansı bir layihə çərçivəsində problem yaşayacaq adamın komandasında istəməz. Hamı istəyir ki, komanda yoldaşı ilə birgə, yüksək motivasiyada işlərini görə bilsin, hər gün səhər işə gedəndə desin ki, əla, super, mən işə gedirəm. Yəni, sevinə-sevinə o işinin arxasıca geçsin, öz komanda yoldaşlarının, belə deyək də, onlarla fəaliyyət göstərmək hesabına həvəslənərik. Bu kimi məsələlər ona görə çox aktualdır. Yəni, tövsiyəm odur ki, sırf texniki biliklərinizin, bacarıqlarınızın üzərində fokuslanmayın, eyni zamanda yumuşaq bacarıqlarınızı da fikir verin. Çox sağ olun. Tələbələr çox vaxt düşünür ki, əgər mən işimi profesional bilirəmsə, ünsiyyət qurmağıma ehtiyac yoxdur. Ancaq bu yanaşma karyerada yüksəlik üçün o qədər əldə etməkdə, yəni yaxşı yanaşma deyil. Değerli
ekspertlərimizə təşəkkür edirəm. İndi isə sözü auditoriyaya, gələcəyin mütəxəssislərinə vermək istəyirik. Buyurun, qonaqlarımıza suallarınızı ünvanlaya bilərsiniz. Deyəsən heç kimi suallar. Düzün DBS-i prozorla gətiriblər, niyə heç kimi sual verir? Yaman. Çok üzr istəyirəm, mən sizi tam eşidə bilmirəm. Biraz yüksəkdən danışa bilərsiniz. Çok güzel sualdır. Ümumiyyətlə, hər hansısa bir texniki bacarığı sizdə mütləq qeyd etmək lazımdır. Əgər siz buna bir proyekt, layihə kimi yanaşmışsınızsa, necə komanda üzrünə bir yerdə işləmişsinizsə, bunu bir layihə kimi də yaza bilərsiniz. Məsələn, sizdə layihə, iştirak etdiyim layihələr bölməsində həmin dediyiniz qeydləri edə bilərsiniz, həmin laboratoriyalarını da qeyd edə bilərsiniz və hansı, deyək ki, şirkətin tərkibində və ya universitetin tərkibində və ya hər hansısa bir komandanın tərkibində yazmışsa, bunları da orada qeyd etmək. Hətta mən deyərdim ki, komanda üzvlərinizin adını da referans kimi komanda yoldaşlarınızın adını da orada vurgulasanız, çox gözəl nəticə əldə edə bilərsiniz. Ben əlavə eləmək istəyərdim. Bizim universitetlərdən birində tələbələr otururlar. Keçilən dərs əslində XDR Evasion idi. XDR-dan yayınlandı, tamam mı? Öğrettiğim labıydı. APT 28 adında bir grubunu keçmişdi və onu biz Azərbaycanda ilk dəfə sınamağa çalışdıq ki, biz bunu nətər layihələşdirək. Deməli, eyni universitetin 4 dənə tələbəsi qrup yoldaşlar oturub bir otaqda və həmin zərərli yazılımın yeni bir versiyasını CV-yə yazmışdılar və CV-yə qeyd eləmişdilər. O yoldaşlardan biri hal-hazırda Swiss National Bank'da işləyir. Biri də burada müəyyən bir yerdə işləyir. Adını çəkə bilmərəm, yəni infosek bilməz. Sonunda da onu deyə bilmərik ki, kim hara gedib, necə gedib. Yəni, belə bir layihəyə cəlb olursanız, məsələn, bir neçə yoldaşdan bir yerdə oturub, ortaya bir şey qoyursanız, real bir produkt qoyursanız, o sizin gələcəyinizi yüksək təsir göstərəcək. Çünki, məsələn, mən bilirəm başqa bir şey, mən bunu eləmişəm tam başqa bir şey. Yəni, ortaya bir proyekt qoymaq lazımdır. Eyni cəhətdən də dostlar, bayaqdan yoldaşlar deyir, tim, komanda yoldaşı falan. Yəni, biz hal-hazırda Dubayda demək olar ki, heç bir kəs eyni millətə və ya da eyni dindən deyil, amma tas vaxtı biz hər birimiz bir unite, yəni bir şəxs kimi davranır, tamam mı? Yəni, biri o birisindən ayrıcalıq eləmir. Yəni, biz odur, bu birisi budur falan, yeni ildə bir yerdəyik, demək olar ki, Hindistan bayramı var, orada bir yerdəyik, başqa bayramlar, bizim bayramlar yeni bir yerdəyik. Yəni, bu soft skilllərdə işləmək lazımdır, eyni cəhətdən, texniki lablarla da çox işləmək lazımdır. DC labı qaldırmaq lazımdır, security monitoring labı qaldırmaq lazımdır, zərərli yazılımların aşkar olması üçün sandboxlar qaldırıb işləmək lazımdır. Bunları əmin olun, məsələn, deyirsiniz ki, okey, bunu hər kəs başa düşməz, amma seniorların həmişə gözündədir ki, belə bir komanda yoldaşını öz komandasına cəlb etsinlər və eyni şirkətdə də həm bacarıqlı, həm də dəyərli bir mütəxəssis işlətsin. Təşəkkürlər. Başqa suallar varsa buyurun. Her zaman bu tip suallarla ben karşılaşırım. Çok tez bu suallarla ünvanlanır ki, kimlerin işini süni intelekt onlarından alacak, kimin işini almayacak. Ben düşünüyorum ki bu sadece şəxsi yanaşması, peşəkar bir araştırmanın nəticəsində insanlar öz işini nə qədər optimallaşdırarsa, nə qədər daha profesional şəkildə də əlavə olaraq, nə qədər daha tez edib başqa bir işləri də edə bilmək gücünə sahib olarsa, belə deyək ki, mühasibatlığın bir üstünlükləridir baş mühasiblik. Baş mühasiblikdən sonra maliyyə analitikası, maliyyə meneceriyi. Bu bacarıqlara da siz sahib olduğunuz zaman
bir neçə işi bilən, bir neçə bacarığa, texniki bacarığa sahib olan insanı heç bir süni intellekt əvəz edə bilmir. Yəni, müəyyən toollar ola bilər, müəyyən texniki işlər görə bilər. Amma insanın o yaratdığı, deyək ki, punktuallıqdır, insanın yaratdığı dəqiqlikdir, informasiyanı qoruya bilməkdir. Yəni, bugün burada biz kibertəhlükəsizlikdən danışırıqsa, biz necə süni intellektə tam güvənib bütün maliyyə hesabatlarımızı əminliklə verə bilərik. Lakin biz insanlara güvənərək insanları işə götürə bilirik və o insanlar da bizim güvənimizi doğruldaraq bütün işlərimizi irəli apara bilirlər. Bu sahədə, istənilən sahədə, yəni insanların əvəzini heç bir süni intellekt əvəzləyə bilməyəcək. Müəyyən bir yerləri əvəz edə bilər, ancaq hansı insanların işini süni intellekt əvəz edirlər? Sadəcə bir sahədə özünü inkişaf etdirmiş, sadəcə bir belə deyək, bacarığa yiyələnmiş və illərlə heç bir sertifikat, heç bir əlavə təlim, trening, peşəkar bir layihələrdə iştirak etməmək. Bu artıq bəlkə bizi geri sala bilər, bizim işimizdən də qoya bilər, artıq bizə bəlkə ehtiyac da olmaya bilər. Çox sağ olun. Ama son zamanlar Türkiye meselelerinin geografik satı faksında olan karşı için bir yüksek önemlileri program sınıfı. Mesela 7 yıllık spor faaliyetinin hesabı ve güzel doları program sınıfı ve hiçbir şey olmamış için buna karşı çıkıyorlar. En şekilde bir iş sınıfı da olan biraz bu tür meseleler karşılamak, nasıl programlar, nasıl ve sosyal mühendisliği bilmek lazım. Ümumiyyətlə dostlar, atak vektorunda konkret bir başlanğıc və bir son yoxdur. Hər dəfə, hər biriniz ola bilər ki, məsələn, kibertəhlükəsizlikdə oxuya bilərsiniz, oxumaya bilərsiniz, fərqli sektorun adamları da ola bilərsiniz. Ümumiyyətlə, atak vektoru heç vaxt sizi, sənin üzərinə gəlirəm deyə başlamaz. Məsələn, yoldaş deyir ki, bizim ola bilər ki, Discord accountu falan olansın, yəni bunlar necə qorunmaq mümkündür? Dostlar, hesabın qorunması tamam sizə aiddir. Şəxsi kompüterinizin qorunması o da müəyyən qədərdə olsa sizə aiddir. Amma Discord serverinin qorunması ümumiyyətlə sizə aid deyil. Yəni buna baxan, belə deyim də, Europol var, Interpol var və s. və baxır, server hansı ölkədədirsə, həmin ölkənin hüquq mühafizəsi bundan maraqlanır. Bəs, yəni, deməyə çalışdığım nədir? Əgər problemi sizin kompüterdən qaynaqlanırsa, bunun arxasıca düşmək verimsizdir. Çünki deyək ki, kibertəhlükəsizliyi 2 il, 3 il başlayan adamların qarşısında kibertəhlükəsizliyi 15 il işləyən adamlar var. Yəni, vaxt var idi, biz məktəblərdə oxuyduq, mənim hal-hazırda Yaponiyada işləyən bir müəllimim var. Yaponiyada kibertəhlükəsizlik nazirliyində işləyir. Mən özüm məktəbdə oxuyanda o adam kibertəhlükəsizliyi işləyir. Elə bir APT-lər var və solarla qarşı-qarşıya çıxacaq potensiallı deyilsiniz. Yəni, ciddən potensiallı deyilsiniz. Tamam, sosial şəbəkələrdə, yəni cinayət məcəlləsində olan dəyişikliklərə əsasən Azərbaycan Respublikası vətəndaşı hər hansı bir fake hesabına və yaxud da kommentdə, sosial şəbəkədə təhqir və tənqid olunarsa və yaxud da hesabı təkrarlanarsa bunu şikayət etdirə bilər. Sertaz və KMB, kiber cinayətkarlığın mübarizə baş idarəsi onun qarşısına ala bilər. Amma həmin idarənin marağında deyil ki, məsələn, Azərbaycan vətəndaşının Counter-Strike hesabı olurdansa və yaxud da Discord hesabı olurdansa falan, yəni bu sizdən qaynaqlanan bir şey deyilsə, dövlətin də qaynaqlanan bir problem deyil. Tamam. Müəyyən şeylər var ki, onların qarşısından çıxa bilməzsiniz. Yəni, mütləq şəkildə 2FA, MFA, hər kəs deyil dostlar. Axırıncı dəfə ən son çıxan exploit'ı bilmirəm, oxumursuz yoxsa yox. Azure Active Directory ilə 50 dənə autentikasiya olmasına rəqmən RFID, barmaq izi, üz izi, səs izi, Windows Hello olmasına rəqmən şəbəkə üzərindən göndərilən ping sayəsində sənin qarşı tərəfdəki kompüterin hesablarını özünə çəkə bilirlər. Entity Extraction axırıncı çıxan exploit, hadisə 3 gün ona qalaq çıxıb. Yəni, biz ona bir şey eləyə bilməliyik, biz gözləməliyik, Microsoft arası onu açıqlasın. Tamam, yəni müəyyən şeylər var ki, indi deyirəm, qarşısına çıxmaq mümkündür, amma bir çox şeylər var ki, qarşısına çıxacaq potensialda deyilir. Ağıllı məsləhətli bir şey olar ki, öz kompüterinizi düzgün quracaqsınız. Birinci növbədə crack proqramdan uzaq gəzəsiniz, ən başlıca. İkincisi də bilmədiyiniz saytlara girməyin, tamam mı? O mütləq şəkildə sizə bir tam qorunma verməsə də mütləq bir səbəb verəcək, yəni tamam, ondan yuxarı getmək olmaz. Təşəkkür ederim. Buyurun, sağ olun, izleyin.
Maalesef ben artık işsiz kalabilir yani. Dostlar, ümumiyyətlə süni intellekt barəsində danışım. Süni intellekt adı üstündə süni bir intellektdir. Yəni onun özünün yaradıcı bir qabiliyyəti olmur. Yəni heç bir yaradıcı qabiliyyət yoxdur. Süni intellekti ümumiyyətlə ona verdiğimiz referanslar üzərində olan işləməsidir. Məsələn, deyək ki, siz web application-da səhv görmüyorsunuz. Web application develop edirsiniz, düzdürmü? Bir web səhifə yığmağa çalışırsınız. Əgər süni intellektin ondan əvvəlki hər hansı bir şəkildə bir web aplikasiyanın olduğunu görməyibsə, onun yeni bir web aplikasiyası yazmağı mümkün deyil. Və günün bu gündə süni intellektlə yazılan Microsoft'un özünün və digər Cortex-də də istifadə olunur, Cortex-də də exploit tapılır. Fərqi yoxdur. Bir şey ki, süni intellektlə yazılırsa, süni intellekt riskləri araşdıra bilmir, dəyərləndirmə edə bilir, amma faktiki riskləri araşdıra bilmir. O səbəbdən də, yəni süni intellekt sənin işini əlindən alan deyil, süni intellekti istismar edə bilən adam sənin işini əlindən alırlar. Yəni, Microsoft'un Nvidia'nın CEO'su bunu demişdir. Belə deyim də, hər zaman istər-istəməz yazılan bir produktda kimsə nəzarət mexanizmi qoymalı və ya da yazılan produkt test olmalıdır. Dostlar, bilirəm, 99%-in insanın bu dəqiqə qorxusu süni intellekti. Məsələn, grafik dizaynerlər bu dəqiqə çox pis vəziyyətdədir. UX dizaynerlər çox pis vəziyyətdədir. Bunların hamısını başa düşür və qəbul edir. Amma məsələ işləməyə qalanda, məsələ yaradıcılığa qalanda, yəni gör neçənci ildir, artıq 3-4 ildir süni intellekt demək olar ki, ömrümüzün bir parçasıdır. Amma hələ də Beethoven kimi bir əsər ortaya çıxarda bilmir. Beethoven'in əsərinin kopyasını çıxarda bilir, amma Beethoven kimi sıfırdan bir əsər yazıb onun üzərində işləyə bilmir. Yəni sizdən tələb olunan odur ki, məsələ o deyil ki, hər şey süni intellektin üstünə yıxar. Məsələ odur ki, məsələn, biz necə istismar edə bilərik ki, süni intellekti əlimizdə olan produktun 10 qat qiymətini artıra bilərik. AI detektorları var və AI üzərində yazılan proqramlar var və yazılan proqramı AI detektora verirsin, deyir ki, süni zəka ilə yazılır. Məsələmiz bu deyil. Məsələmiz süni zəkanın ən belə keyfiyyətli tərəfini istismar etməkdir. O süni zəkadır, yüksək IQ-yə sahibdir. Biz ona yaradıcılığa sahibik. Biz ona elə bir prompt verməliyik ki, istədiyimiz uyğun bir produkt ortaya sunsun. Tamam mı? Yəni, o barədə heç vaxt belə deyim də, yaradıcılıq qabiliyyətiniz kifayət qədər inkişaf edilibsə, okey, narahat olmalısınız. Amma inkişaf edilibsə, yəni gözünüzün qabağında bir istənilən şəkil canlandıra bilirsinizsə, bunu bir fikir olaraq ortaya suna bilirsinizsə, dostlar, süni zəkadan qorxmaq lazım deyil, əksinə onu istismar etmək lazımdır. İstifadə başqa şeydir, istifadə mütəxəssislər üçün deyil. Mütəxəssis onu istismar edir. Tamam, təşəkkürlər. Ağırlı suallar olur. Bir dənə cavab verin bunlara. Əgər istəsəz, cavab verə bilərsin, amma mən OC olaraq Kevin Mitnick'dən gəlmişim, yəni ən başında Kevin Mitnick'i görmüşəm ki, bu adam necə həkimdə başlayıb, nə tər başlayıb. Onun həmişə çox önəmli bir kəlam var idi, sırf informasiya təhlükəsizliyin və cyber security'nin kökünü qoyan adamlardan birincisi Kevin Mitnick olub.
bugün hacker diye bir söz bilirsinizsə, onun atası Kevin Mitnick. Biz hacker deyəndə Kevin Mitnick'e referans veririk. Və exploit developer və yaxud da anti-malware, XDR falan bu kadar öyle bir şey danışırsa, John McAfee adında, McAfee antivirüsünü yazan ilk adam olur. Kevin Mitnick həmişə deyirdi ki, heç vaxtı kompüter səhv edənlər, həmişə insanlar səhv edir. Yəni proqram yazılsa belə, istənilən sistem ən mükəmməl halına qurulsa belə, burada belə boşluq var. Yəni mümkün deyil ki, yazılacaq, bundan sonra yazılacaq proqramlarda heç bir halda potensial boşluq olmasın. Yeni kvant kompüterlərə gəlib, gördünüz mü? Kvant kompüterlər dostlar, maraqlanan oldu mu? Kvant prosesorlar, optik prosesorlar, təzə çıxıb Dubayda, yayda sərgidə oldular. Və kompüterin çıxdığı 4 ayda zərərli yazılımı çıxıb. 4 ayda çıxıb kompüter, bu zərərli yazılımı var. Yəni, o ürettiği məntiqi həmişə davam edir, heç vaxt yerində qalmır. Yəni, döyüş və əks döyüş kimi bunu görə bilərik. Məsələn, insanlar 25 ildə idmana gedir, özünü mükəmməlləşdirir, sonra mən qırğındır. Amma yenə də vulnerable, biri bir sniper mənə vurur, həmin adama eləkdə düzdür. Ne kadar program təminatı mükəmməlləşsə də, yenə də həmişə orada bir boşluq olması mütləqdir. Çünki kompüter səhv eləməyə bilər. Amma onu operate edən insan var, onu səhv edir. Mən belə bu düyməni səhvini bassam 2 dəfə, artıq mənim səsim əlavə ediləcək. Halbuki aparat düzgün şəkildə işləyir. Demək ki, bütün səhvlər də buradan gəlir. Tamam mı? Tamam, təşəkkürlər. Teşekkür ederim maraqlı soruna görə. Ümumiyyətlə, hal-hazırda ölkəmizdə buna bağlı bir sıra fəaliyyətlər və təşəbbüslər həyata keçirilir. Bilmirəm, yaxında bildirsiniz ya yox. Hətta buna xüsusi dövlət orqanları var ki, sırf bu məsələlərlə bağlı beynəlxalq təcrübələrə əsasən müəyyən fəaliyyətlərə cəlb olunurlar. Hansı ki, həm kadrların yüksək ixtisas artırılması ilə məşğuldurlar, eyni zamanda da sizin o dediyiniz texnoloji avadanlıqlar ki var, lazım olan, onların təmin olunması üçün müəyyən büdcə ayrılıqdır, onların icrasında işlər görülür və bildiyiniz kimi 2027-ci ilə qədər bir strategiya var, kibertəhlükəsilə bağlı, ölkə başçısının qəbul etdiyi və o strategiyanın nəzdində də artıq o strategiya imzalandığı gündən etibarən Azərbaycanda həqiqətən sürətli şəkildə kibertəhlükəsilə bağlı çox addımlar atılır və çox fəaliyyətlər göstərilir ki, misal üçün, nümunə olaraq nə qədər mərkəzlər yaradılıbdır, dövlət qurumlarının nəzdində SOT mərkəzləri artıq məcburi hala gəldi, hər birinin daxilində SOT mərkəzləri yaradılır. Rəqəmsal maariflənmə ilə bağlı, sosial maariflənmə ilə bağlı əvvəl belə bir şeylər yox idi. Mən özüm 2023-cü ildə magistratranı bitirmişəm hələ. Misal üçün, həmin dövrdə belə bir şey ümumiyyətlə yox idi. Bu artıq 2023-cü ildən etibarən aktiv şəkildə baş tutmağa başlayıb. Hətta oktyabr ayı kibertəhlükəsini maarifləndirmə ayı kimi Azərbaycandan hal-hazırda belə deyək, müəyyən fəaliyyətlərin icrası üçün nəzərdə tutulmuş bir ay kimi nəzərdə tutulur və həmin ayda demək olar bütün şirkətlər, bütün qurumlar dayanmadan çoxlu video şartlar hazırlayırlar, çoxlu maariflənmə ilə bağlı masterclasslar, seminarlar, tədbirlər, konferanslar həyata keçirilirlər. Hətta bu yaxınlarda oktyabr ayında xəbəriniz oldu, hər il təkrarlanan şəkildə xüsusi rabitə və informasiya təhlükəsizlik dövlət xidməti, eyni zamanda dövlət təhlükəsizlik xidmətinin digər təşəbbüsü ilə deməli Critical Infrastructure Defense Challenge adlı böyük bir tədbir həyata keçirilir ki, burada dövlət qurumlarının STEF yarışlarına cəlb olunması, hətta sizin universitetdən də komanda qatılmışdı, səhv etmirəmsə. Yəni, burada bunlara belə şərait yaradılır. Orada məqsəd əslində qalanda kimlərsə yarışdırmaq deyil. Məqsəd orada ölkənin kibertəhlükəsizlik infrastrukturunun nə dərəcədə inkişaf etdiyini
güclü kadrlarımızın var olmadığını sübut etməkdir ki, bunu da düşünürəm artıq uzun illərdir ki, sübut etməklə davam edirik və kiber təhlükəsizlik üzrə bir reyting cədvəli var, global, siz daha yaxşı bilərsiniz. Mən bildiyim qədər artıq bu il biz o sıralamada kifayət qədər sürətli şəkildə yuxarı qalxmışıq. Bu da bizim üçün ölkədə görülən işlərin həqiqətən, bir var işlər görülən, amma nəticəsi olmuyor. Amma bu onu göstərir ki, ölkədə görülən işlər həqiqətən belə deyək, yüksək səviyyədədir və həqiqətən də nəticə verir. Qalanda sizin indi bildirdiyiniz kimi müəyyən texnologiyada çatışmazlıqlar və s. müəyyən özəl sektorlar ola bilər ki, özəl şirkətlər ola bilər ki, maliyyə məsələlərinə görə həmin o avadanlıqları deyək, həmin o belə deyək, software olsun, hardware olsun, fərqli olsun, onları təmin etməkdə çətinlik çəkə bilərlər. Amma çox şükür ki, hal-hazırda yəni, dövlət qurumlarımızda belə bir problem yoxdur. Ehtiyaca əsasən artıq o avadanlıqlar təmin oluna bilir. Və əlavə olaraq da qeyd edeyim ki, hal-hazırda dövlətin strategiyasından biri də budur ki, milli kiber təhlükəsizlik məhsullarının artıq belə deyək, tədqiqatların aparılmasıdır, onların inkişaf etdirilməsidir, həmin həllərin və xidmətlərin həyata keçirilməsidir. Buna görə də, məsəl üçün, fikir verirsinizsə, universitetlərimizdir. Biraz düşünmək lazımdır. Yəni, bu kiber təhlükəsizlikdir, kökü də informasiya təhlükəsizlikdir. Yəni, deyilən, belə başa düşürük ki, inkişafın ümumiyyətlə vətəndaş tərəfindən görülməsi mümkün deyil. Vətəndaş yalnız nəticələri görə bilər. Yəni, səbəbləri və ortada baş verən prosesləri görə bilməz. Tamam mı? Yəni, görsənməyə bilər, yəni, onun da SMM yoxdur, onun bir reklam çarpı yoxdur, amma arxada çox güclü bir fəaliyyət var, 7-24 işləyən bir fəaliyyət var. Tamam mı? Teşekkür ederim.